Hamıya salam qızlar. Bugün yenə bir macəramız var. Hazırda maşındayam və gedirəm dırnaqlarımı düzəltdirməyə. Bəlkə bir 3 aydan çox idi ki, elətdirmirdim. Çünki bezmişdim uzun dırnaqlardan. Biraz məncə dırnaqlara da istirahət vermək daha doğrudur. Arada bir fasilə vermək ki, nəfəs alsın. Uşaqları da özümlə götürdüm. Tezdəndən yazıqları da durğuzmuşam. Amma onlar orada çox əyləndilər, oynadılar. Sonra evə piyada qayıtdıq. Hardasa bir 10 dəqiqəlik yol idi, amma hava soyuq idi deyə 5 dəqiqədən sonra biz acıdıq və üşüdük. Ona görə KFC-yə girdik. KFC-ni görüb elə sevinirlər. Elə birinci dəfədir görürlər. Amma mən də çox xoşlayıram. Uşaqlar da çox xoşlayır. Neynəmək olar? Ziyanlı belə olsa. Ümumiyyətlə, mən uşaqlarla vaxt keçirməyi çox sevirəm. Sizi bilmirəm, amma mən onlarla çox gözəl vaxt keçirdirəm. Onları özümə padruşka kimi görürəm və bunu səmimi qəlbdən deyirəm. Mən onlarla çox maraqlıdır. Sonra evə qayıdıb əynimizi dəyişib və gedəcəyik teatra. It was just two lovers sitting in a car, listening in the blind, falling for each other. Pink and orange sky, feeling super childish, no down the clever. Missed call from my mother, like where you at tonight, got no all about it, I was all alone. With the love of my life, she's got glitter for skin, my radiant beaming the night. I don't need no light. Всем привет! Хороший этот маркетинг. Çünkü bu yıl bizim için değerli bir yıldır. Tebessümün 25 yılıydı. Bu da son. Çox maraqlı keçdi. Çox əyləndik. Evə qayıtdıq. Axşam belə bir stol düzəltdim. Əlimin altında nə var idisə onlardan elədim. Çünki keçən il hər şeyi tolladım. İstəyirdim hər şeyin təzəsini almaq, amma vaxt azlığından alınmadı. Həm də biz Gəncəyə gedirik deyə yeni ili orada keçirdəcəyik. Bayaq dediyim saat budur. Divara belə bir saat aldım. Bu artıq mənim kosmetikalarımdır. Sabahları biz Gəncəyə yola çıxacağıq deyə kosmetikalarımı yığmışam. Bir də bayaqları mən ugi almışdım. Sizə barədə demişdim. Ugini evə gətirəndən sonra gördüm ki, üstündə cızıqları var. Cızıqlarına görə sabah mağazaya yaxınlaşıb dəyişməyimi istəyəcəm. Görək nə deyəcəklər. Dəyişdirməyə çalışacağım. Çünki çox bilinir. Təmizləmək də istədim, alınmadı. Elə bir harasa vurublar onu. Artıq növbəti gündən sizi salamlayıram. Burada biz oturmuşuq, gözləyirik. Hardasa günorta Gəncəyə çıxmalıyıq artıq. Bu mənə Gəncəyə getmək lokumdur. Dərmanımı da içirəm. Mənim yola çıxanda, normal yatmayanda həmişə başım ağrıyır. Ona görə zaranya dərman içirəm ki, başım ağrımasın yolda.
tədqiqatında onların mütləq əksəriyyətinin baş vermə səbəblərində təkərlərin vəziyyətinin müstəsna rolu aşkarlanır. Təkərlər aşındıqca qəza ehtimalı çoxalır. İstismar resumayaq, istehlak etməyək. Yollar hakkında məlumatı Radius Avtomobil Təkər Mərkəzinin Və nəhayət biz çatdıq. Qaynanamın möhtəşəm stolu bizi gözləyirdi. Ümumiyyətlə yolu da yaxşı gəldi. Bir dənə minus var idi. O da günün düz üzümə vurmağı idi. Gözüm deşildi. Hara çönürdüm gün oradaydı. O biraz məni çox narahat elədi. Başım da ağrıdı. Yenə də yaxşı ki, hələ dərman içmişdim. Burada gəldik biz mamamla nənəmi götürməyə. Çünki onlar da Gəncədə idi. Gətirdik bizə. Axşam çox gözəl istirahət elədik, dedik, güldük, əyləndik. Bu növbəti gündür. Növbəti gün biraz mağazaları gəzmək istədik. Ayaqqabı seçmək istədik Madinaya. Yəni belə ayaqqabı nümayişi heç yerdə yoxdur da. Sonra biz yollandıq Gəncədə Qala bazar yerinə. Ora bildiyimə görə əvvəllər bazar olub, amma indi ticarət mərkəzi kimi ediblər və çox da qəşəng eləmişdilər. Mən çox bəyəndim. Çox belə isti, uyutlu bir yer idi. Səhv eləmirəmsə, bu parfüm yeri 3-cü mərtəbədə idi. Çox belə geniş, çeşidlər bol idi, dizaynı çox qəşəng idi. Parfümlər də münasib qiymətə idi. Satıcılar da çox gülərüz, bezmədən, nə qədər parfüm iylədim, seçə bilmirdim. Valla bezmədən hamısını bir-bir göstərdilər və köməklik elədilər axır ki, istədiyim bir iy tapmağa. Belə bir kofe iyili bir parfüm seçdim özümə. Sonra biz evə qayıtdıq. Axşam restorana gedəcəkdik. Yeni il günüsü idi. Evə qayıtdıq, biraz istirahət elədik və yollandıq restorana. Uşaqlara əslində paltar götürmüşdüm, amma Gəncə o qədər soyuq idi ki, qorxdum paltar geyinməyə. Belə sadə geyindirdim, vadalaska və şalvar geyindirdim. Amma çox peşman oldum. Restoran da çox isti idi əksinə. Mən yeni ili belə qarşıladım, çox əyləndik. Siz necə qarşıladınız? Kommentlərdə yaza bilərsiniz. Hamının yeni ili mübarək olsun. Hamıya bol şans, uğur gətirsin. Ürəyinizdə nə məqsədləriniz varsa, nə arzularınız varsa, hamısı yerinə yetsin. İnanın ki, bütün arzular gerçəkləşir. Sadəcə biraz əziyyət çəkmək lazımdır. Gec də olsa hamısı yerinə yetir. Bu növbəti gündür. Biz səhər fikirləşdik ki, qalxaq Hacıkəndə. Orada qar yağmışdı. Düzdür, ərimişdi qar. Amma havası çox gözəl idi. Fikirləşdik ki, qalxaq orada xamalı kətədən yeyək. Çox dadlı idi, çox ləzzətli idi. Mən orada dincəldim. Uşaqlar qaynanamgillə idi. Mən uşaqlarsız idim və çox ləzzət aldım belə sakitçilikdən.
Və bu da son. Növbəti gün biz səhər tezdən əslində Bakıya çıxmalıydıq, amma bizdə xaç qonaqlığı var idi deyə ona qaldıq, fikirləşdik gündüz çıxarıq. Uşaqlar da heç qayıtmaq istəmirdi. Sözün düzü mən heç vaxt xaç yeməmişəm, amma çox xeyirli olduğuna görə dadmaq istədim. Əgər siz də yeməyibsinizsə çox xeyirlidir. Mən içinə bol limon sıxdım ki, iyisi gəlməsin. Çox bol limon sıxın içinə və yeyin. Çox ləzzətli alınır və çox da xeyirdir. Hər şey qırağa çox xeyri var onun. Ona görə dadmağa dəyər. Burada artıq biz pişiklə sağollaşırıq. Bundan uşaqlar heç ayrılmaq istəmirdilər. Çox bütün günü bu pişik bunların qucağındaydı. Burada kızılık soklandı. Sen yara badani. Badani. Badani bu. Az kala bunu öpün. Bir de. Və hardasa saat 2 idi, 3-ün yarısı idi. Belə biz artıq yola çıxdıq. Yolda rahat gəldik yenə də. Biraz uşaqlar səs-küy saldılar. Ona görə mən keçdim arxa sidiyə. Orada oturdum, onlara yatıstırdım ki, yatsınlar. Çünki yuxuluydular. Elə demək olar ki, yolun yarısını yatıblar. Mən də biraz yatmışam. Bizim çox gözəl yol yoldaşlığımız var. Bütün yolu yatırıq. Burada evə çatdıq. Ev çox soyuq idi, dəhşət soyuq idi. Çünki kombini söndürüb getmişdik. Qaynanam bizə lülə qoymuşdum. Bunu götürdüm, böldüm. İndi üstünə yumurta vuracam, salat da eləyəcəm böyründə. Çoban salatı çox dadlı alınır. Tez bazar pişirdim çünki uşaqlar acıydılar. Burada bazarlıqlardır, onları yer-bir edəcəm. Çamadanı falan hamısını yer-bir edəcəm ki, səhərə işim qalmasın. Həmin gün hamısını tez həll eləyirəm. Hamısını yer-bir eləyirəm. Kravatın altına. Bu bir de bize marka lazım olacak. Şimdi koyabiliriz arasına. Çamadanın da ayaqlarını yudum çünki yerə dəymişdi, tozlanmışdı, palçıq olmuşdu. Qızlar mənə çox kömək oldular. İkisi də çox sağ olsunlar. Hər şeydə mənə çox kömək olurlar. Paltarları nəhayət olaraq hər şey yer eləyəndən sonra bir dənə qaldı paltarları stiralniyə qoymaq. Burada Miray bilmirəm çay tökmüşdü deyəsən retuzun üstünə. Belə olanda vanişi bax belə tətbiq edirəm paltarların üstünə. Hansısa bir ləkənin üstünə vanişi belə tökürəm. Sonra hardasa bir 10-15 dəqiqə saxlayıram. Sonra stiralini qururam, paltar yuyan maşını işə salıram və heç bir ləkə qalmır. Fərqi yoxdur, ruçka ləkəsi olsun, toz, çay, nə bilim. Məsəl üçün burada qollarını batırmışdı, qolları qaraydı çünki sürtürdü hər yerə. Bu da deyəsən çay dağıtmışdı üstünə. Ümumiyyətlə uşaqlarım çox səliqəlidir, amma Gəncədə heç də fikir vermirlər, çıxırlar çölə, oynayırlar, pastayanlı paltarları pis günə qalır. Amma vanişlə belə edirəm, salıram stiralini. Heç bir ləkə qalmır. Siz də belə eləyin. Çox tövsiyə edirəm. Və günün son sürprizi yoldaşım mənə sushi aldı, gətirdi. Çoxdan da istəyirdim. Amma yadımdan çıxmışdı istədiyim. Sağ olsun aldı, gətirdi ki, yorğunluğumuz çıxsın. Mən də fikirləşdim ki, uşaqları yer-bir eləyəndən sonra, yatıstırandan sonra oturub kinoya baxa-baxa bunu qəşəng yeyərik. И началась паника. Его чуть не уволили.